Asasinslər, dəliqanlı müsəlmanlar. Asasin nədir, kimdir soruşacaqsınız. Onlar haqqında yüzlərlə söz gəzir. Amma hər şey qədim bir əfsanədən başlayıb. Şərq dağlarının birində Əl-Adin adlı bir qoca şah yaşayırmış. Onun iqamətgahında böyük bir bağçası var imiş. Bu bağça o qədər gözəl imiş ki, lap Quranda təsvir olunan cənnətə bənzəyirmiş. Yaşıllıqlar arasında gür sulu çay axır. Onlarla gözəl kəniz, hərəm, açıq-saçıq paltarlarda ağaclardan meyvə dərir, istirahət edirdilər. Qoca şah əl-kimyanı gözəl bilir və otları, bitkiləri yaxşı tanıyırmış. Xaşxaşdan qeyri-adi bir məhlul hazırlayıb dadına baxır və ilk narkotikin təsirinə düşür. Bu sehirli məhlulu nələr edə biləcəyini düşünərək şəhər mərkəzinə gedir. Mədrəsələrdən birində cavan oğlanlardan ən cüssələsini kənara çəkib ona bu nəşəni verir və deyir ki, bu sehirli maddə onu cənnətə aparacaq. O vaxt nəşi olmadığından cavan oğlan bunun nə olduğunu bilmir. Dərhal qəbul edir. Nə baş verdiyini anlamayan cavan uşaq huşunu itirir. Qoca cavan oğlanı götürüb bu gözəl bağçaya salır. Oğlan gözlərini açanda yarı hallı, yarı ayıq ətrafındakı bu gözəl çılpaq qadınları görür. Meyvələrdən dadır, kənizlər ona mələk olduqlarını söyləyirlər. Onun cənnətə düşdüyünü deyirlər. Gənc gecəni onlarla sevişərək keçirir. Qoca şah yenə yeməyə xaş-xaş qatıb oğlana hallandırır və səhərə yaxın geriyə küçəyə aparır. Oğlan küçədə ayılır və elə bilir ki, cənnətdə idi. Növbəti gün qoca eyni şeyi təkrar edir və daha bir neçə gündə oğlanı bu cür aldadır. Ona deyir ki, onu cənnətə aparır və əgər o qocanın əmrlərini yerinə yetirsə, yenidən bu sehirli məhluldan verib onu cənnətə göndərəcək. Cavan oğlan bilmir ki, qoca şah onun mədrəsənin həyətindən öz hərəmxanasına aparır. Elə bilir ki, doğrudan da göylərə cənnətə düşür. Çünki sehirli otun sadəcə kimyəvi məhlul və narkotik olduğunu anlaya bilmir. Beləcə dünya tarixinin ən amansız və cəsarətli, dəliqanlı və çevik cinayətkarı ilk asasin yaranır. Asasin elə xaş-xaş sözündəndir. Həşişin və aşişin daha sonra asasin sözünə çevrilib. Bir çox müasir dillərdə bu söz artıq cinayətkar, qatil anlamındadır. Asasinlər həşiş çəkərək döyüşə gedər, ölüm qorxusu duymadan bütün əmrləri yerinə yetirirlər. Əslində biz masonlar öz təşkilati sistemlərimizdə onlardan çox şey öyrənmişik. Müsəlman asasinlər heç bir müharibədə və döyüşdə iştirak etmirdilər. Onlar birbaşa düşmən ölkəsinə girib, şahı xəpib xəncərlərini onun ürəyinə sancırdılar. Qoca həmin cavan oğlana qətl əmrləri verir və deyir ki, əgər filan şahı öldürsə, onu yenidən cənnətə göndərəcək. Oğlan qoca Əl-Adinə peyğəmbər kimi baxır. Çünki bu qoca ona möcüzə göstərib onu cənnətə aparıb. Təbii ki, onun əmri ilə şahları öldürür və elə düşünür ki, İslama xidmət edir və hər dəfəsində ona Tanrı cənnətdən kiçik hədiyyə edir. Şagirdlərin və döyüşçülərin sayı artır. Onlar müharibə üçün yox, birbaşa qətl üçün məşq edirlər. Ona görə asasinlərdən hər kəs qorxurdu. Onları nə görməyə, nə eşitmək olurdu. Belə bir deyim də yaranmışdı. Sən böyük ordunu şərqə göndərə bilərsən, amma bil ki, gecə yataq otağına asasin gələcək və bir zərbə ilə sənin yatağın qanına bulanacaq. Bütün şahlar, keşişlər, yepiskoplar və qraflar asasinlərdən qorxurdu. Asasinlər nə qədər hallı və nəşəxor olsalar da, elmləri və bilikləri yazıq kasıb tampliyerlərdən qat-qat güclü idi. Onlar etiqadca müsəlman idi, amma məhz tampliyerlərə qarşı heç bir iradları yox idi. Çünki bu 9 kasıb cəngavərin işi ancaq zəif zəvvarları quldurlardan qorumaq idi. Onların siyasətlə, müharibələrlə heç bir əlaqəsi yox idi. Hətta arada məbədin kənarında qüçdə asasinlərlə tampliyerlər arasında saatlarla söhbət edir, mədəniyyətlərini paylaşırdılar. Çörək kəsirdilər. İsa Peyğəmbərdən, Məhəmməd Peyğəmbərdən bildiklərini bölüşürdülər. Bu yığıncaqlara qüçdəki yəhudilər də qoşulurdu. Beləcə qüçdə tampliyerlər, asasinlər və yəhudi rabinləri dostlaşırlar. Uzun illər axtardıqları sirri tapan tampliyerlər bilmirlər nə etsinlər və qərar alsınlar ki, bunu dostları yəhudilər və asasinlərlə gizli bir yığıncaqda müzakirə etsinlər. Əslində bu görüş dünyanın taleyini həll edən bir görüş idi. Asasinlər qədim İslami elmlərə bələd idilər. Eləcə də Pifaqorun, Aristotelin elmindən xəbərdar idilər. O dövrdə əlyazmaları yalnız ərəb dilində idi. Bəli, Avropaya bu filosofların yazıları xaç yürüşündən sonra ərəb dilinə çatıb. Kənan deyir. Asasinləri anladım. Bəs yəhudilər niyə bilməli idi bu sirri? Çünki Musa Peyğəmbərdən qalan bu şifrə ivrit və arami dillərindədir. Onu ancaq Kabbaladan başı çıxan yəhudilər çözə bilərdilər.
Dayan, Kabbala nədir? Bu sir sadəcə bir yazı idi. Ned gözlərini yumub başını silkələdi. Bunu danışmağa günlər bəs etmədi oğlum. Qısaca belə deyim. Kabbala Yahudilərin fəlsəfəsi və şifrələr topuzudur. Bu şifrələrlə Bibliyanı və Quranı ya digər müqəddəs yazıları oxuyan tamam başqa alt qatlar, dərin mənalar üzə çıxır. Seçilmişlər üçün müqəddəs kitablarda tamam başqa şeylər yazılıb. Adi xalq üçün tamam başqa, anlayırsan? Kabbala qədim əcdadlardan qalma bir texnikadır. Kənan da çayın dadına baxıb soruşdu. Yaxşı, bəs nə olur bu görüşün nəticəsi? Kabbalistlər qədim aramı dilində olan bu şifrəni çözürlər və o anda möcüzə baş verir. Necə? Şifrə ilə nə möcüzə baş verə bilər? Oğlum, Newton yerin cazibə qüvvəsini tapdı və bu kiçik formulun köməyi ilə kosmosa raketlər uçdu. Einsteynin nisbilik nəzəriyyəsi ilə evlərdə istilik enerjisi və televiziya, internet və qeyri-adi silahlar yarandı. Demək istəyirsiniz ki, tapılan riyazi formul və ya fizika teoremi idi? Oğlum, bu formul deyildi, bu alət idi. 3,14 pi ya Fibonacci rəqəmi, qızıl orta. Orion və Lemuriyanın əlyazmaları, iki daşları və Almeki tayfalarını da azca çatmış həqiqətlər. Əzizlərim, bu elə bir dərin bir quyudur ki, baş vursanız çıxa bilməzsiniz. Şifrələnmiş qeyri-adi bir alət. Bunu qədim əcdadlar Misir kahinlərini ötürmüş və onlar da uzun əsrlər, minilliklər bunu adi xalqdan gizli saxlamışlar. Çünki Misir kahinlərinə görə tanrıların gizlinlərini bilməyə adi xalq layiq deyildi. Həmin gün həmin görüşdə olan Yahudi kabbalistlər, müsəlman asasinlər və xristiyan tampliyerlər anlayırlar ki, indi növbə onlardadır və minilliklərlə gizli qalan bu sirri indi onlar qorumalıdırlar. Bu gizli görüşdə onlar and içirlər ki, bu sirri heç kəsə açmayacaqlar. Hətta öz din qardaşlarına belə. Tampliyerlər də qərar alırlar ki, papanı aldadıb heç nə tapmadıqlarını desinlər. Bəs sonra asasinlər və yahudilər susur, demirlər heç nə. Xeyr, əksinə, həmin dövrdən tampliyerlər anlayırlar ki, sıralarını artırmalıdırlar. Beləcə sirri bilən asasinlər və kabbalistlər də qoşulur tampliyerlərə. Qüdsdə Süleymanın məbədində dünyanın 3 əsas dininin ən güclü sirri ordenləri birləşir bir bayraq altında. Amma təbii ki, gizli şəkildə. Gizli şəkildə 10 illərlə bu orden qaynayıb qarışır və özündə şərq mistikasını, kabbalanın əsaslarını və tapdıqları formulu inkişaf etdirirlər. Onlar anlayırlar ki, bu cür sirri qorumaq üçün qeyri-adi qüvvəyə ehtiyacları var. Tampliyerlər asasinlərdən döyüşməyi və cilddən cildə girməyi öyrənir. Kabbalistlər isə onlara sələmçiliyi, faizi və bank sistemini öyrədirlər. Tampliyerlər isə Avropa yolları və əlaqələri təşkil edirlər. Beləcə, bir neçə 10 illiyə tampliyerlər dərin, bilikli və müqəddəs ideyalı bir ordenə çevrilir. Torpaqlarını genişləndirir və faizlə pul verməklə öz var-dövlətlərini artırırlar. Niyə? Nəyə görə? Əgər sirri gizlətmək lazım idisə, niyə sadəcə ölənə kimi susmurdular ki? Yox, sən bunu anlamayacaqsan. Çünki sirrə bələd deyilsən. Bunun nə olduğunu, necə bir formul olduğunu, necə bir həqiqət olduğunu bilmirsən. Məqsəd onu gizli saxlamaq deyildi. Əgər əvvəl tampliyerlər sadəcə ibadət edib yaxşı insan olaraq ölmək üçün yaşayırdılarsa, indi əsas məqsəd dünyanı bu sirrə hazırlamaq idi. Ona görə 9 il kasıblıq içində olan tampliyerlər birdən varlanırlar. Heç vaxt öz başçılarını satmayan azyaşlı asasinlər xristiyanlara qoşulur. Kabbalistlər öz dəyərli iqtisadi biliklərini paylaşırlar. Çox qısa zamanda tampliyerlər ordeni Avropada böyük torpaq sahələrinə sahib olur. Dünyada ilk bankın əsasını qoyur və Aragon vilayətini ələ keçirir. Yüzlərlə əl kimyagəri öz cəmiyyətlərinə salır və onlara elmlə məşğul olmağa şərait yaradırlar. Sakit və kasıb cəngavərlərin belə varlanması, pul qazanması adi xalqın ürəyincə olmur. Kütlə bir vaxt sevdiyi kasıb cəngavərləri şeytana itaətdə, gizli cinayətdə günahlandırmağa başlayır. Eləcə də Yahudi xalqı onları pisləyir. Sirdən xəbərsiz olan müsəlman asasinləri də tampliyerləri düşmən elan edir. Təbii ki, daxildəki sirri bilən asasinlər və kabbalistlər çıxmaq şərti ilə. Kənan mızıldanır. Çox maraqlıdır. Əzizlərim, gözəl balalar, beləcə çox qəribə bir ironiya baş verir. Müsəlmanlar deyir ki, bu orden alçaq yahudilərindir. Yahudilər deyir ki, bu orden xristiyanlara xidmət edir. Xristiyanlar da deyir ki, bu orden yahudilər və müsəlmanlara xidmət edir. Beləcə həqiqəti bilən üç tərəfin də adamlar qalır üç daş arasında. 1307-ci il oktyabrın 13-cü cümə günü Fransada 4-cü Filippin əmri ilə tampliyerləri tutub edam edirlər. O vaxtdan ayın 13-də düşən cümə günləri şeytani gün sayılır. Roma papası 5-ci Klement onların kilsə tərəfindən qadağan olunması haqqında qanun çıxardır.
Beləcə Tampliyer ordeninə rəsmi olaraq son qoyulur. Onların böyük hissəsi Şotlandiyaya qaçır və papanın, asasinlərin və yəhudi icmasının cəzasından gizlənirlər. Kənan əlindəki tapancaya baxıb hardasa utandı, amma silahı buraxmadan dedi. Ned, deməli Tampliyerlər həqiqətən Misir ehramlarının sirrini öyrənirlər. Yaxşı gəl elədirsə, bunun sübutu kimi nəyi göstərə bilərsiz? Ned gülümsəyib dedi. Açın Avropa tarixini və Tampliyerlərin 1180-1270-ci illərdə etdiklərinə baxın. Bu orden cəmi 90 il ərzində gotika üslubunda 80 kilsə və 70 nəhəng məbəd tikir. Hər bir məbədin tikintisinə 10 illərlə vaxt lazımdır. Və bu məbədlər bütün Avropada tikilməyə başlayır. Tikintilər paralel olaraq davam etdirilir. Sizcə bu qədər mahir ustanı hardan tapırlar? Necə olur ki, az mərtəbəli kiçik ibadətgahlardan birdən-birə göyə uzanan 150 metrlik hündür məbədlər tikilir? Siz Avropanı gəzsəydiniz, o məbədləri öz gözlərinizlə görsəydiniz anlayardınız ki, 12-ci əsrdə belə şey tikmək mümkün deyildi. Özü də ən adi sıradan alətlərin köməyi ilə. O vaxt ki, Avropanın bir çox krallığının darvazalarını təmir etməyə belə gücü çatmırdı. Bu gizli orden bütün krallıqları qısa müddətdə dünyanın ən gözəl məkanına çevirdi. Bütün Avropa üzrə yollar çəkildi, buğda anbarları tikdilər və Avropa xalqı aclığın nə olduğunu unutdu. İlk banklar və çek sistemi yaratdılar. Beləcə Avropada iqtisadiyyat inkişaf etdi. Onlar şərqdən gətirdikləri narkotik vasitələrlə hakimlərə anesteziyanı öyrətdilər. Tibb, elm, tikinti, iqtisadiyyat və bu məbədlərin üzərindəki dərin qədimi sirli simvolika ilə sübut etdilər ki, qeyri-adi bir gücə malikdirlər. Elə buna görə Papa onları satanist elan etdi və bildirdi ki, güya onlar Bafomet adlı buynuzlu şeytana, pentagram üzərindəki keçi başına buynuzlu Bafometi hidayət edirlər. Niyə? Kilsə oğlum, kilsə. Necə əvvəllər alimləri yandırırdılar, hakimləri şeytanı elan edirdilər və tampliyerləri də kafir elan edirlər. Və orden necə sirli şəkildə yaranmışdısa, eləcə də sirli şəkildə yox olur, buxarlanır, əgər belə demək olarsa. Çünki onların boş qalmış məbədlərinə gələn kilsə ordusu heç nə tapa bilmir, nə qızıl, nə pul. O dövr dünyanın ən zəngin ordeninin məbədlərində bir dənə də qızıl qəpik tapmırlar. Təbii ki, tampliyerlər bütün pullarını çeklərdə saxladığından daha sonra Şotlandiyada, İngiltərədə bu pulları və var-dövləti geri qaytarırlar. Bundan sonra Avropada masonluq yaranır. Tampliyerlər yeni ad altında birləşirlər. İngiltərə krallığının bugünkü var-dövlətinin səbəbi də elə tampliyerlərin xəzinəsidir. Bəs masonların fərqi nə olur ki? Kənan, biz əcdadlarımızın səhvini təkrarlamadıq və əlimizdə olan sirri qorumağı bacardıq. Mason təşkilatının sistemi sirrin qorunması ilə birbaşa bağlıdır. Masonluqda 33 dərəcə var. Hər bir dərəcə ondan yuxarı dərəcənin bildiyi biliklərdən xəbərsiz olur. Beləcə 33-cü dərəcəyə kimi. Əsl həqiqəti ancaq ən yuxarı təbəqə bilir. Masonların tampliyerlərdən fərqi onda oldu ki, biz daha sosial, ictimai oldu. Bütün sirlər və rituallar adi cəmiyyətdən gizli saxlanıldı. Kənan soruşdu. Niyə? Çünki boz kütlə dəqiq bilmədiyi şeydən qorxur və onu məhv etməyə çalışır. Avam insanlar hələ əcdadlardan qalan böyük sivilizasiyanın sirrinə hazır deyildilər. Mən soruşdum. Masonluq demək dinə qarşıdır. Ned çox təəccübləndi. Nə? Qızım, sən nə danışırsan? Mason lojasına qəbul olmaq üçün hər bir şəxsdən tələb olunan birinci qayda onun Allaha inanmasıdır. Allah deyəndə xristianların Allahı nəzərdə tutulur. Qızım, Allah birdir, istər Yahudi, istər xristian, istər müsəlman ol. Əsas odur, səndən yüksəkdə, səndən daha ali olan bir varlığa inan. Bu masonluğun əsas şərtidir. İkincisi, masonlar öz aralarında dini inanclarına görə mübahisə etməməlidirlər. Orta əsrlərdə dinlər bir-birinə düşmən kəsiləndə, masonluq ilk təşkilat idi ki, dinindən, irqindən asılı olmayaraq bütün insanları qəbul edirdi. Təkcə kafirlərdən başqa. Eləcə mason olmaq üçün nə pul, nə sosial rütbə, nə millət vacib deyildi. Əsas Allaha inam idi. Nə demək istəyirsiniz? Masonluq belə demokratik təşkilatdır. Oğlum, demokratiyanı elə biz masonlar fikirləşmişik də. Montesquieu və digərləri, Amerikan Konstitusiyası, deklarasiyası, bunların hamısı mason filosoflar tərəfindən araşdırılıb düzəlmiş sistemlərdir. Bugün Avropa və insan hüquqları dediyiniz şeyi biz fikirləşmişik ki, insanlar bərabər hüquqlu, azad və dövlətlər suveren olsunlar. Demokratiyanı biz yaratmışıq. Kənan biraz ironiya ilə gülümsədi. Nə? Siz insanları azad etmək istəyirsiniz? Kənan, 19-20-ci əsrlərdə bütün demokratik inqilabların başında masonlar dayanıb. Azadlıq qazanmış, hüquq qazanmış bütün xalqların inqilabında ən öndə masonlar gedib.
Bütün qadın hüquqları inqilabları, qəddar şahların devrilməsi və feodallığın məhv olmasında, demokratik respublikaların yaranmasında masonların əli olub. Sizin ölkəni belə müstəqil edən biz olmuşuq. Elə bilirsiniz Azərbaycan boyda kiçik ölkə SSR-in əlində özü qurtula bilərdi. Biz olmasaydıq, siz bugünə kimi Lenin və Stalin haqqında mahnılar oxuyurdunuz. Nəyə görə azad etdiniz ki? Çünki insanlar azad olmalıdır. Ancaq azad cəmiyyət bizim yeni dünya nizamımıza hazır ola bilər. Kölə xalqlar həmişə yeniliklərdən qorxur və hər gördükləri şeyi bilmədən pisləyirlər. Kənan əlini başın arxasında qoyub özü mənə çevirdi. Fidan, sən bu danışılanlardan bir şey anlaya bilirsən? Kənan, mən bilmirəm, mənim gücüm çatmır bu qədər informasiyanı qavramağa. Ned, siz dayanmadan danışırsınız. Elə bilirsiniz ki, dediklərinizi anlayıram, amma mən heç nə anlaya bilmirəm. Mənə çətin gəlir bu bütün tarixi məsələlər. Nə demək istəyirsiniz? Sonra özümü Kənana tutub soruşdum. Sən başa düşdün o formul şifrə məsələsini? Mən onu öz aləmdə başa düşdüm. Mən xakerəm və biz bilirik parol nədir. Kiçik 5 hərfli söz böyük bir sistemi aça bilər. Amma həyat kompüter deyil ki, ona hansı sözlə açmaq olsun. Söz? Axı heç kəs demədi ki, bu sözdür. Sadəcə sir. Bəlkə bu hansısa bir aparatdır. Neydi? Mənə ən qəribə gələn odur ki, siz masonluğu tərifləyir və bizə bunun yaxşı bir şey olduğunu deyirsiniz. Amma Xəzər dənizində üzən meyitlər heç yaxşı şeyə bənzəmirdi. Ned, mən sizin sözünü kəsmədən dinlədim ki, hansısa bir anda masonluğun əsl məqsədini anlaya bilim. Tampliyerlər doğrudan hansısa gücə malik idilər demək. Çünki doğrudan da 90 ilə 150-dən çox uca məbəd qaldırmaq olmazdı. Bu qədər böyük hadisələr kiçik bir dövrdə və əvvəli hansı 9 kasıb döyüşdən başlayan bir ordenin köməyi ilə baş verə bilməzdi. Onlar doğrudan nəsə bir zibil tapıblar bu xarabalıqların içində. Amma peyğəmbərlərin sirri filan belə şeylər mənə real gəlmir. Mən ümumiyyətlə inanmıram möcüzələrə və sehirlərə. Mən isə əksinə, elə peyğəmbərlər olan hissləri inandırıcı gəlir. Quranda belə bir yer var ki, Süleyman peyğəmbər haranıza taxtını istəyir və onun köməkçisi bu taxtı göz qırpımında gətirir. Deməli, həqiqətən onda hansısa qeyri-adi bir texnik olubmuş. Bəlkə də tampliyerlər həqiqətən məbəddə bir şey tapırlar, amma bu yəqin ki, nəsə bir elmin qalıqlarıdır. Tutaq ki, kiminsə həndəsə əlyazması və bu əlyazma ilə onlar sadəcə daha yaxşı məbədlər tikə bilirlər. Onların varlanmasında da qeyri-adi heç nə yoxdur. Kredit sistemini fikirləşirlər və bu onları varlandırır. Varlı adamlar minlərlə usta tutub tikinti ilə məşğul ola bilərlər. Həkimlərə anesteziyanı öyrətmələri və s. Məncə bunlar hamısı şərqdə çoxdan mövcud idi və onlar sadəcə İslam dövlətlərindən öyrəndiklərini Avropaya gətirirlər və ona görə qeyri-adi qüdrətə sahib olurlar. Siz özünüz dediniz ki, Aristotelin Pifaqorun əsərlərini Papa yandırmışdı və ancaq 11-ci əsrdə bu yazılar ərəb kitabxanalarında ərəbcə onlara çatır. Məncə tampliyerlər sadəcə güclü plagiatçılar idilər və nə görüblər götürüb özününki kimi Avropaya bildiriblər. Mən dedim, yaxşı Kənan, bəs Misir ehramları onların tikintisi, bu ki qeyri-realdır. Bilmirəm bunu, bax heç bilmirəm, heç bilmək də istəmirəm, qoy bir həyatda bilmədiyim nəsə qalsın. Xeyir və şər, 3 yolçunun nağılı. Günlərin bir günü çölün düzündə 3 yolçu rastlaşır. Birincidən soruşanda niyə şəhərdən çıxıb gedir, o deyir. Bizim şəhərdə çoxlu gözəl qadınlar və kişilər var. Onlar varlı və dəbli paltarlar geyinir, gülür, sevinir və mən buna dözə bilmirəm. Ona görə qaçıram şəhərimdən. İkinci yolçu deyir. Mənim də şəhərimdə çoxlu rəngbərəng paltar geyinən adamlar var. Yeyir, içir, şənlənirlər. Mənim heç nəyim yoxdur və onların sevincinə dözə bilmirəm. Üçüncü yolçu da eyni məsələni danışır və onlar anlayırlar ki, dərdləri birdir və birlikdə yola davam edirlər. Biraz gedəndən sonra yolun ortasında böyük qızıl kisəsi görürlər. Qərara gəlirlər ki, bu kisəni 3 yerə bölüb, hərəsi öz şəhərinə qayıtsın. Rəngli paltar geyinib, sevinib gülən adamlara qoşulsunlar. Çünki artıq onların da pulu var. Amma nə qədər çalışırlarsa, onu bölə bilmirlər. Heç bir yolçu istəmir ki, bir qızıldan o birilərinə çatsın. Beləcə, qızılı bölə bilməyib yolun ortasında bir neçə gün qalırlar. Yolda müdrik bir qoca keçir və onları görüb dayanmaqlarının səbəbini soruşur. Onları dinlədikdən sonra heyrətlənir. Qızıl kisəsini 3 yerə bölə bilmirsiniz, siz necə də pis adamlarsınız. Birinci yolçu deyir. Bəli, mən pis adamam, mən heç kəsə yaxşılıq etmək istəmirəm, kiməsə yaxşılıq edəndə əsəblərim pozulur. Sonra ikinci deyir. Mən səndən də pis adamam. Mən istəmirəm ki, kimsə kiməsə yaxşılıq eləsin. Görəndə ki, kimsə kiməsə yaxşılıq edir, kömək edir, bağrım çatlayır, dəli oluram. Özüm kömək etməsəm də başqalarının bir-birinə yaxşılıq etməsinə nifrət edirəm. Bu zaman üçüncü yolçu deyir. Mən sizin ikinizdən də pis adamam. Mən hətta istəmirəm ki, kimsə mənə yaxşılıq eləsin. Mənə yaxşılıq ediləndə az qalıram özümü öldürüm. Ümumiyyətlə, yaxşılıq olmasını istəmirəm. Ölsəm belə yaxşılıq görməyim. Nə kiməsə qarşı, nə də özümə qarşı.
Ned bu kiçik hekayəni danışıb dərindən nəfəs aldı. Kənan, Fidan, bu kiçik hekayədə əslində çox qəddar bir həqiqət gizlənir. İnsan xisləti və şər, bu iki məfhum bir-birinə çox sıx bağlıdır. Bizim kiçik uşaqlar üzərində olan təcrübələrimiz zamanı minlərlə 3 yaşlı uşağa kiçik pişik balası verirdik. Mən sizə yüzlərlə fərqli təcrübədən birini danışacağam. Hər 10 uşaqdan hardasa 3-ü pişiklə oynayır, onu sığallayır və daha sonra rahatca buraxırdı. Qalan 7 uşaq isə azca oynadıqdan sonra pişiyə işgəncə verməyə başlayırdı. Biz bu təcrübəni ayrı-ayrı millətlərlə keçirdik və həqiqətən də anlayırdıq ki, məsələ xalqların və millətlərin tərbiyəsində deyil. Eyni ailədə tərbiyə almış uşaqlar arasında belə bir yaxşı insan, digər pis insan olurdu. Onlara belə hələ cəmiyyət təsir etməmişdi, amma bununla belə pişiyə əzab verirdilər. Bu, insan daxilindəki pisliyin kökü idi. Bunu yalnız 33-cü dərəcəli masonlar bilir. Biz gizlincə keçirdiyimiz təcrübələrdə insanların içindəki xeyir və şəri anlamağa çalışırdıq. Niyə insanların bəziləri yaxşı olur, bəziləri pis? Niyə bir dəfə türməyə düşənlər təkrar düşür? Niyə bir insan içi nifrət və kinlə doldur, digərinin içi sevgi ilə? Doğrudanmı bu təkcə tərbiyədən asılıdır, yoxsa bu genetik bir xəstəlikdir, pislik xəstəliyi? Dünyada milyonlarla cinayət törədilir, yüzlərlə müharibələrdə saysız hesabsız insanların qanı tökülür. Bir sülh bağlananda başqa bir müharibə başlayır. Bir oğru tutulanda başqa bir oğru ortaya çıxır. İnsan insanı öldürür. Bu ən əsas problemdir. İnsan insanı tarix boyu həmişə öldürür. Paxıllıq edir, nifrət edir və aşağılayır, dolayır və aldadır, xəyanət edir və satır. Və ən əsası müharibələr. Dünya yaranandan müharibələr, savaşlar bitmək bilmir. Bilirsiniz, dünya tarixində cəmi 200 il müharibəsiz keçib. 5000 illik məlum tarixdə cəmi 200 il. Ned bizim söz deməyimizi gözləmədən ayağa qalxdı və son sözlərini dedi. Mənim əzizlərim, sizə səmimi hər şeyi danışdım. Bu qısa zamanda bacardığım qədər çox danışdım. Siz artıq hər şeyi bilirsiniz. Bilirsiniz ki, sizi ilk qaçdığınız gündən öldürə bilərdik. Bilirsiniz ki, siz müharibədəsiniz və biz pis insanlar olsaydıq sizi güclə buradan çıxarardıq. Bilirsiniz ki, biz heç kəsi öldürmür, sadəcə sınaqdan keçirirdik. Bilirsiniz ki, Baykalda insanların ideal yaşa biləcəkləri bir cəmiyyət hazırdır. Bilirsiniz ki, geriyə yol yoxdur. Bu qlobal plan sizdən asılı olmayaraq baş verəcək. Fidan qızım, indi seçim səndədir. Sənə son sözlər deyəcəm, daha sonrasını özün seçməlisən. Mən gözlərimi qaldırıb ona baxdım. Kənan mənə baxır və nə hiss etdiyimi anlamağa çalışırdı. Fidan, tutduğumuz hər ölkədə, hər millətdə müəyyən ulduz bürcü altda doğulmuş, müəyyən işarəliyi özlərində birləşdirən minlərlə qızlar, oğlanlar var. Qədim əcdadlardan qalan yazıya əsasən insanlıq naminə böyük qurbanlar veriləcək gün, biz masonlar, ali müəllimlər, şagirdlərə seçim hüququ verməliyik. Əzizim, gözəl qızım mənim, sən Qafqaz bölgəsinin günahlarını yumalısan. Mən heç nə anlamadım və sadəcə gözlərimi döyüb qaldım. Ned daha aydın şəkildə dedi. Qızım, sən bilə-bilə ki, hamamda insanlara şuuraltı təsir olur və pis insanlar özlərini öldürür, bu sınaqdan keçməlisən. Özün öz ayağında, əgər yaxşı insansansa, təmiz qəlblisinsə sağ qalacaqsan və yeni dünyada səni alqışlarla qarşılayacağıq. Mənim gözlərimdən yaş axmağa başladı. Kənan tapancanı əlində möhkəm sıxır və bilmirdi onun Nedin alnına çaxsın ya sadəcə sussun. Mən gözlərimi Nedin mavi gözlərinə zilləyib dedim. Fredrik, bəs əgər razı olmasam, nəyinizə lazımdır ki bu? Bu xeyir duadır qızım. Bunu sizə anlatmaq üçün yəqin daha 2 gün danışmalıyıq, amma buna sadəcə vaxt yoxdur və sən hər şeyi özün öz gözlərinlə yeni dünyada görəcəksən. Bu təbiət qüvvələrinə müqəddəs bir qurbandır. Əgər sən razılaşsan, ölmüş qurbanların ruhuna bağışlanmış yüksək enerjilər onları sıxıntıdan və əzabdan qurtaracaq. Əks təqdirdə sən sınaqdan keçməyə razı olmasan, biz yenə sənə toxuna bilmərik. Çünki bizim orakulun sözlərinə görə sən seçilmişsən, səni öldürmək bizə haramdır. Bu sözdən sonra içəriyə qəribə bir sükut çökdü. Mən yaş dolu gözlərlə Kənana baxdım. Bəs Kənan? Qızım, əgər sən sınaqdan keçsən, biz onu sağ buraxacağıq. Onun xəstəliyini müalicə edəcək yeni dərmanlarımız var. Amma onun nəsli ondan doğulan uşaqlardan bircəciyində şər genlər tapsa, onu öldürməli olacağıq onları. Və Kənan öldüyü günə kimi nəzarətə saxlanılacaq. Biz ancaq bu cür sənə bu şansı verə bilərik. Yox, əgər razı olmasan, onu öldürməliyik. Çox təəssüf. Bu an yəqin ki, Kənanın həyatında ən qəribə an idi. O məhv olmuş, sınmış və çaşmış bir vəziyyətdə idi. Axı hər şey tamam başqa cür başlamışdı. O, hamıdan ağıllı idi. Bunkerdən qaçmaq planı qura bildi. Balaca fərsiz qızcığazı yazığı gəlinin özü ilə götürdü.
Onu şəhərin binalarının birində gizlətdi. Öz qeyri-adi xaker istedadlı bacarıqları ilə bu qızcığazı qorudu və hər şeydən, hər kəsdən, sonda isə məlum oldu ki, səndəmə qaçan gündən onu güdürlər. Və bu fərsiz zəif qız olmasaydı onu çoxdan öldürmüşdülər. Bunkerdən çıxandan sonra onun atdığı hər addım ancaq mənə görə mümkün olmuşdu. Kənan məni xilas etməyə çalışırdı. İndi isə onun həyatı mənim əlimdə idi və belə çətin bir seçim qarşısında. Kim əmin ola bilər ki, yaxşı insandır? Mən qorxurdum. Kənan da mənə görə qorxurdu və başına aşağı salıb əlimi sıxdı. Fidan, sən get. Sınaq sənin üçün vacib deyil. Onlar dedi ki, oradan keçmədən də gedə bilərsən. Sən get, mən bir şey fikirləşərəm. Ned əlini mənim çiynimə qoyub dedi, gəl qızım, gedək. Yox, mən heç yana gedən deyiləm. Ancaq onunla, eşidirsiniz, Frederick, ancaq onunla. Mən sınaqdan keçəcəm və siz onun xəstəliyini də müalicə edəcəksiniz, söz verin mənə. And olsun masonluq ideyasına və onun böyük memarın adına. Biz ona zərər yetirməyəcəyik. Bilmirəm ona nifrət edirdim, ya inanırdım, ya sadəcə arxalandım, amma bu an mənim üçün xoş idi. Kənan məni qucaqlamışdı və gözlərini gizlədirdi. Tapanca yerdə idi və artıq heç kəsə lazım deyildi. İçimdə hardasa hiss edirdim ki, bu elə dünyada insan əlinə toxunan sonuncu tapanca olacaqdı. Kənan anlayırdı ki, mənə etiraz etməyin anlamı yoxdur, çünki məni xilas etmək üçün o da bu addımı atardı. Ned cibindən kiçik bir cihaz çıxarıb düyməsini bastı. Mənzilin qapıları avtomatik açıldı. Bunu görən Kənan başını yellədib gülümsədi. Əclaf yenə bizi allatdı. Mən diqqətlə onun yaşıl gözlərinə baxıb gülümsədim. Göz yaşlarımı silərək gülməyə başladım. Hə, Kənan, yenə allatdı. Amma əsas odur ki, biz bir yerdəyik, hə? Qapıdan onlarla gözətçi içəri doluşdu. Bizi qollarımızdan tutaraq liftə apardılar. İkimiz də bir-birimizə baxır, gülümsəyir və susurduq. Ned əcnəbi dildə onlara nəsə söz deyib gözdən etdi. Biz aşağı inəndə mühasirədəki əli silahlı agentlər bizi əhatəyə alıb böyük qara avtomobillərdən birinə saldılar. Maşın yola düşdü. Bu dəmir barmaqlıqlı maşında özümü dustaq kimi hiss edirdim. Amma bir damcada qorxum yox idi. Kənanın əlindən tutmuşdum və bərk-bərk sıxırdım. Mən artıq bilmirdim nə düşünüm. Özüm üçün qorxum, onun üçün qorxum, ikimiz üçün qorxum. Axı bilmək olmazdı, içəridə nə baş verəcək. Biz ölə bilərdik. Amma barmaqlarım onun əlini buraxmır və biz yavaşca irəliyə addımlayırdıq. Hamamın tən ortasına çatanda gözətçilər arxadan qapını bağladılar. Biz tam ortada dayanmışdıq ki, duşlardan açılan su bizim paltarları islatmasın. Qəribədir, deməli ümid edirdik ki, paltarlarımız bizə lazım olacaq. Ümid edirdik ki, ölməyəcək. Kənanın gözlərinin içinə baxır və gülümsəyirdi. O da mənə baxıb gülümsəyirdi. Amma nəsə pis bir şey baş verirdi. Nəsə baş verdi Kənan. Kənan bir əli ilə ürəyindən yapışdı. Nəfəsi deyəsən çatmırdı. Mən onun çiyinlərindən yapışdım. Və dodaqlarımı dişlədim. Gözlərimi qıyıb bir də mənə baxdı. Nəsə deməyə çalışırdı. Fidan, mən çox sağ ol ki, oldun mənim həyatımda. Mən başımı yellədim və hönkür-hönkür ağlaya-ağlaya onu qucaqladım. O yerə yıxılırdı. Onu qucağımda saxlayaraq mən də dizləri üstə endim. Kənan, mən səni sevirəm. Bu sözlər birdən və cəld çıxdı mənim dilimdən. O məni özünə tərəf çəkib dodaqları ilə dodaqlarımdan yapışdı. O məni öpürdü. Dəlicəsinə öpürdü. Yəni, doğrudanmı bu son idi? Ola bilməz. Başladığı amma bitəcəkdi bizim sevgimiz. Amma daha qəribə bir şey oldu. Dodaqlarımı ayırandan sonra Kənanın dodaqlarının qan içində olduğunu gördüm. Niyə? Bu nədir? Aman Allah. Kənan, sənin dodaqların... Kənan isə öz dodaqlarına baxmır və mənim burnumdan yapışırdı. Bir neçə saniyə anladım ki, mənim burnumdan qan açılır. Kənan da öskürməyə başladı. Mənim başım gicəlləndi, burnumdan axan qan artdı. Deməli, biz ikimiz də ölürdük. Biz sonuncu dəfə bir-birimizə sarıldıq və Kənan da məni sevdiyini dedi. Öpüşlər və göz yaşları. Getdikcə duşlardan axan suların səsi azalır və biz qaranlığa qərq olurduq. Gözlərim qaralırdı. Kənanın çiyinləri əsir və o öskürərək içində boğulurdu. Mənim burnumdan axan qan kafeli qıpqırmızı etmişdi. İkimiz bir-birimizə sarılıb yerə yıxılırdıq. Çirkli və sərt kafelə başımızı söykəyib sonuncu dəfə bir-birimizə baxdıq. Onun dodaqları gülümsəyirdi. Gözlərim qaralır və lap uzaqdan bir işıq gəlirdi. Mənim əzizlərim, siz bunu bacardınız. Bu inanılmazdı, əzizlərim. Sizin ikiniz də içində pislik var. Siz yaxşı insan deyilsiniz. Bizim aparatlar bunu gördü, amma siz ölmədiniz. Necə yəni, niyə? Bu möcüzədir, əzizlərim. Siz ayrı-ayrılıqda pis insanlarsınız. Amma bir yerdə olarkən, birlikdə olarkən siz yaxşı insana çevrilirsiniz. Demək, bu mümkündür. Demək, sevginin gücü ilə beyinlərdə mələk geni yaranır və bu his ən pis insanları da yaxşı insana çevirə bilir. Ona görə siz həm öldürdünüz,
Həm yaşayırdınız. İçinizdəki pisliklər ölür və yaxşılıqlar qalib gəlirdi. Biz necə də bunu nəzərə almamışdıq? Bu cür böyük bir səhv. Biz hər şeyi hesablamışdıq, bircə sevgidən başqa. Növbəti sözləri sadəcə eşitmədim və eskalatorlara tərəf qalxdıq. Novus ordo seclorum. Eskalatordan sonra nə olduğu yadıma gəlmirdi, amma Kənan məni öpərək yuxudan oyatdı. Biz böyük bəyaz bir binanın qarşısında qatardan endik. 2 gün ekspres qatarla yol gedib Baykalın girişindəki bu binaya çatmışdıq. Binadan arxada hündür hasar olduğundan hara gəldiyimizi bilmirdi. Qatar buradan geri qayıtdı. Bu nöqtədə artıq sayımız 1000-ə yaxın idi. Deyəsən başqa ölkələrdən də adamlar var idi. Bu zalda çoxlu bəyaz yataqlar vardı. Bura xəstəxana idi deyəsən. Hamımızı burada yataqlara uzatdılar. Kənan qonşu yataqda idi. Başımızın üstündə saat və ayın tarixi var idi. Çox qəribə idi. Bizə azca qida verib hamımızın üstünü örtdülər və bu qidadan sonra biz yuxuya getdik. Gözlərimi açanda artıq bir həftə keçmişdi həmin vaxtdan. Artıq martın 24-ü idi. Görəsən həmin tarixdə nə olacaqdı ki? Onlar bu tarixə kimi evakuasiyanı bitirməli idilər. Kənana baxırdım. Onun üzünə azca saqqal çıxmışdı. Mənə baxıb sakitcə dedi. Sən eşitdin partlayışı? Nə partlayış? Onlar haranısa partlatdılar. Narahat olma Fidan. Hər şey geridə qaldı. Geridə qaldı. Biz hamımız ağ paltarlardaydı. Qadınlar, kişilər, hamı təmiz və gözəl bəyaz paltarlaydı. Kənan, bura haradır? Fidan, yadında deyil. Ned bizi göy avtobuslarla ötürdü və sonra qatarlara mindi. Burada hamını yatızdırdılar. Biz çatmışıq o şəhərə Fidan. Fidan, demək düz deyirdi Ned. Onlar formulu tapmışdılar. Bizim çıxdığımız meydanda isə böyük bir abidə vardı. Bu çoxlu uzun qollu əllərdən hazırlanmış gül ləçəkləri forması idi. Böyük bir memarlıq kompleksi, piramida şəklində düzülmüş əllər və onun tam yuxarısında açılmış bir lotos çiçəyi. Minlərlə insan bu abidənin qarşısında dayanıb kiminsə gəlib nəsə deməsini gözləyirdi. 2 dəqiqə meydanın mərkəzinə uca boylu, bəyaz, uzun saçlı bir kişi yaxınlaşıb mikrofonu yandırdı. Hörmətli yer planetinin vətəndaşları, sizi təbrik edirəm. Mənim adım Ariyandır, mən Bənnayam. Bu da mənim həmkarlarım və yoldaşlarımdır. Fiziklər, kimyaçılar, genetiklər və filosoflar, alimlər. Siz bir ay əvvəl baş vermiş dəhşətli toqquşmadan sağ çıxanlarsınız. Yer planeti üçün ağır bir dövr geridə qaldı. Planetimiz 7 milyarddan çox insan itirdi. Toqquşma o qədər möhkəm oldu ki, bugünə kimi onun alovları hələ də sönməyib. Bu kometa özü ilə dərd və fəlakət gətirdi. Amma insanlıq öncül alimlərin və yaxşı insanların sayəsində xilas ola bildi. Bu bir ay ərzində siz zəhərli radiasiyadan təmizlənir və ən gözəl həkimlər tərəfindən müayinə olunurdunuz. Kənan qulağıma pıçıldadı. Əclaflar, hər şey ölçüb biçiblər. Bu şəhər əvvəlcədən hazırlanmışdı ki, bir gün belə bir fəlakətlə üzləşsək, yenidən başlamağa gücümüz olsun. Biz yer planetinin vətəndaşlarıyıq artıq. Bu ay ərzində bütün dövlətlər ləğv olundu. Artıq dünyada təkcə bir şəhər var. Kometa ilə toqquşma bir tərəfdən fəlakət, digər tərəfdən xeyir gətirdi özü ilə. Onun tərkibində olan maqnit dalğalar nəticəsində biz axır ki, alternativ enerji, əbədi məhərrik yarada bildik. Milyardlarla insan ölümü insanlığı növbəti pilləyə qaldırdı. Onlar qəhrəman olaraq öldülər, şəhid olaraq öldülər və sizin üçün bu çiçəkli gələcəyi yaratdılar. Bu abidə yeni şəhərin ən gözəl abidəsi olacaq. Bütün bayramlar və matəmlər bu abidə qarşısına keçiriləcək ki, siz heç vaxt unutmayasınız ki, bu cənnəti kimlərin hesabına qazandınız. Bizim qohumlarımız, dostlarımız, yaxınlarımız və sadəcə tanışlarımız, neçə minlərlə həm yerlilərimiz, hamısını bu abidə həkk olunub. Xalqlar dostluğu adlanan bu abidə şəhərimizin ən müqəddəs abidəsidir. Sizin hamınız onların ruhunu yad etmək üçün bir dəqiqəlik sükuta çağırıram. Epiloq. Kənanla Fidan uzun illər o gözəl şəhərdə xoşbəxt və azad yaşadılar. Kənanın yüngül şizofreniyası yeni texnika ilə 2 dəqiqə müalicə olundu. Nedi bir daha heç vaxt görmədilər, amma dünya elə yeniliklər açmışdı ki, onları öyrənməyin özü belə hər şey dəyərdi. Fidanla Kənan K9 göydələnin 152-ci mərtəbəsində geniş bəyaz mənzildə yaşayırdılar. Aryan dediyi kimi, burada ərzaq pulsuz idi, heç bir təhkimçilik və iş yox idi, yalnız könüllü olaraq istəyənlər elmlə məşğul ola bilərdilər. Kənan biliklərini artırmaq üçün Elmlər Akademiyasında dərslər alırdı. Fidan isə hər axşam göydələnin 180-ci mərtəbəsindəki rəssamlıq məktəbində dərs alırdı. Bir neçə il sonra onların ilk övladı dünyaya gəldi və o dövrlər onlar çox sıxıntı keçirdilər ki, birdən uşaqda pislik tapılar. Amma uşaq tərtəmiz idi. Onu 3 yaşında Edem adlı məktəbə göndərdilər. Burada xüsusi cihazlarla uşaqların gizli istedadları üzə çıxarılırdı. Daha 9 il sonra Fidan atasını tapdı. Rəsm sərgisində o qızını tanımış və göz yaşlarıyla ona sarılmışdı.
Kənan isə illər keçdikcə yaradılışın sirlərini öyrənməyə başlayır və insan ruhunun daxilindəki serverlər və kodları, şifrələr və skriptləri açaraq ən böyük serveri, Tanrını tapmağı düşünürdü. Əziz oxucu, amma məsələ heç bu gözəl şəraitdə və elmi inkişafda da deyildi. Əsas məsələ Kənanla Fidanın daxillərində idi. Təkcə onlar bilirdi ki, əslində bu gözəlliklər və cənnət günahsız insanların qanı üzərində tikilib. Təkcə onlar bilirdi ki, hər gün xalqı gülümsəyən və onlar üçün bu cənnəti hazırlayan bənnalar öz işlərində vicdan ağrısı çəkir, qaranlıq sirri yaşayırdılar. Masonların qəddarlığı, yalan və hilələri nəticəsində insanlıq yeni bir pilləyə qalxmışdı. Fidanla Kənan da sevərək uzun illər bir yerdə qalmışdılar. Bilmirəm, demək olarmı ki, bu xoşbəxt sonluqla bitən ilk əsərimdir, amma bu qəribə, qəddar və qarışıq sonluqla kitab həqiqətən də bitməlidir. Çünki hər yarımçıq sonluqdan sizin azad düşüncəniz və sizin seçiminiz başlayır. Bəs sizcə dünyanı belə bir inkişaf nöqtəsinə gətirmək üçün bu qurbanları vermək olardımı? Siz nədə və gizli təşkilatlara haqq qazandırardınızmı? Qaraqan.